Axşamınız xeyir olsun uşaqlar, necəsiz? Salam müəllim. Salam müəllim. Necəsiz, yaxşısınızmı? Bəli, yaxşı olsun. Bəli müəllim. Yaxşı olasınız. Deməli, başlayaq ilk dərsimizə. Birinci növbədə xoş gəlmisiniz. Uğurlu olsun dərsləriniz sizə. Çox sağ ol. Və sizə Çox sağ olun. syllabus göndərmişdim qrupa. İnşallah bu syllabus üzərində başlayacaq dərslərimizə. Azdan çoxdan bəlkə də böyük ehtimal baxmısınız syllabusa. Və mövzular ən başdan sıfırdan başlayacağıq. Və getdikcə mürəkkəbləşir mövzularımız. Fundamental biliklərimiz var burada. Siyahıdan başlayacağıq, sonra dövr operatorlara baxacağıq ki, biz bilirik ki, C++ dilində müxtəlif operatorlar var. Dövr operatorları, şərt operatorları. Daha sonra modulumuz var burada. Bir növ kitabxana deyirlər. Simat kitabxanası, stringlər, siyahılar, vektorlar, çoxluqlar və bir çox, hətta alqoritmlər daxil olmaqla bir çox məsələləri biz bu kursumuzda keçid edib öyrənəcəyik. İlk olaraq, indi kompüter varsa daha yaxşı, yoxsa telefonda da yaza bilərsiniz. Amma yaxşı olar ki, telefonda Pydroid və digər proqramları quraşdırmaq əvəzinə onlayn kompaylerlərdə da yaza bilərsiniz. C++ onlayn kompayler yazsaq qarşınıza çıxacaq. Zaten bu qrupu, bu hissəni mən sizə link şəkildə göndərəcəm. Baxarsınız, oradan işləyərsiniz. Yaxud əlavə kompüter quraşdırmaq üçün Visual Studio da var. Baxın, belə bir proqramımızdır. Visual Studio Code. Burada da yenə C++'ı quraşdırmaq olar üzərində. Əlavədən digər buna bənzər idle'larımız da var ki, C++ proqramlarını burada yazmaq üçün bizə xüsusi bir mühit təklif edir. Biz həmin hissədə rahatlıqla proqramlarımızı yaza bilərik. Və dərs prosesimiz belə gedəcək. Syllabus əsasən mən sizə mövzuları izah edəcəm. Mövzuları burada hər bir hissəni izah edəcəm. Eyni qayda proqramlarla praktiki şəkildə izah olunacaq. Daha sonra suallarınız olduqca mənə deyəcəksiniz. Aydınlıq gətirəcək həmin suallara. Və sizə ev tapşırıqları göndərəcəm. Ev tapşırığını yazırsınız. Dərs başlamamışdan qabaq, məsələn, bizim növbəti dərsimiz neçənci gün isə, həmin günə qədər çalışın ki, tapşırığı yekunlaşdırın. İstədiyiniz formatda, ya SPP formatında, yəni bizim ümumiyyətlə Python'ın formatı SPP-dir. Yadınızdan qalsın. .spp bu şəkildə yazılır. Python'da .py'dir, amma C++'da isə .spp olaraq verilir. Bu formatda da göndərə bilərsiniz mənə, yaxud proqramı yazırsınız, şəklini çəkib də atarsınız, text faylı formatında göndərə bilərsiniz. Ürəyiniz necə istəsin. Yəni, o barədə problem yoxdur. Siz necə göndərsiniz, mən onu açıb görə bilərəm ki, orada nə yazmışsınız. Ev tapşırıqlarını o formada yazacağıq və sırayla başlayacaq mövzularımıza. Bugün başlayırıq ilk mövzumuz C++'ın ilkin anlayışları. Burada öncələ sizə bildirmək istəyirəm. Dəyişən, sabit və literal anlayışlarından baxaq. Görək, dəyişən, sabit və literallar nə demək? Dəyişənlər ümumiyyətlə müəyyən adlarla təyin edə bilərik. Dəyişən adı üzərində dəyişilə bilən, yəni onu istəsəz A yazın, məsələn A bərabərdir 5, A yazın, dəyişən adı. İstəsəz A-nın yerinə B yazın, istəyirsinizsə cəm yazın. Yəni burada heç bir asıllıq yoxdur. Sizə necə rahatdırsa, proqramın gedişinə uyğun olaraq adını dəyişə bilərsiniz. Sabitlər nə demək? Sabitlər isə adı dəyişmir. Məsəl üçün, biz pi ədədi yazmaq istəyirik. İndi burada Simat kitabxanasını versəydim, məsələn, pi ədədini yazmaq istəsəydim, .pi bu formatda. Yəni, bu pi dəyişmir. Bu pi'nin yerinə siz gedib A yazmalı deyilsiniz. Yaxud da simat.cosinus. Cosinus bilirik ki, riyazi bir funksiyadır. Yaxud tangents. Riyaziyyatda keçirilən məsələlərdir də. Yaxud başqa bir hissə. Simat.logaritma, log, logaritma, sinus, kosinus və s. Bunlar sabitdir. Yəni, bunları biz faktiki olaraq riyaziyyatda istifadə edirik. Və yaxud başqa bir yerdə istifadə etdiyimiz bir düstur, funksiyanı biz özümüz istəyimizə görə dəyişdirə bilmərik. Bu məntiqsiz olacaq. Belə anlayışa isə deyilir sabitlər. Bəs literal nədir? Literal isə
dəyişənlərə ötürdüyümüz qiymətdir. Literallar, indi məsəl üçün A dəyişəndir, A bərabərdir 5 yazıram. A burada olacaq dəyişən, 5 olacaq literal. Bərabərdir isə mənimsətmə deməkdir. Mənimsətmə zamanı istifadə etdiyimiz hissədir. Və literalların xüsusi tipləri var, bunu unutmayın. Literalların müxtəlif tipləri olur. Eləcə də C++-da buna həm də dəyərlərin tipləri deyirlər. Məsələn, integer tipi. Integer tipi necə yazılır? Int olaraq işarə olunacaq. Məsələn, mən bura verirəm 10, yaxud ötürürəm 20, ötürürəm 5, 8, 100. Baxın, görürsünüz, tam qiymətlər. Necə ki, bizim bildiyimiz tam ədədlər var. Hər hansı bir kəsr hissəsi yoxdur. Tamdır. 5, 6, 9, 35, 47 və s. Bunlar olacaq integer tipində literal. Sonra digər tipimiz var, float tipində olan literallar var. Floata isə müəyyən bir kəsr hissəsi olacaq. Məsəl üçün, qeyd edək bura, belə yazaq. 65,4. Görürsünüz, bu olacaq artıq float tipində. Bunun müəyyən bir kəsr hissəsi var. 65,4. Riyaziyyatda bilirsiniz ki, 65,4 belə yazılır. 64,4 yazılırdı. Vergül qoymayacaqsınız. Vergül qoysa bir xətadır. Nöqtə qoymaq lazım. 65,4 olacaq 65,4. Və yaxud 100,3 yaxud 6,1 9,8. Müəyyən bir kəsr hissəsi qalan hissələr həmişə olacaq float tipində. Bunu fərqli formatlarda yazmaq olar. 10,1000-də məsəl üçün 349. Görürsünüz, bunların hamısı floatdır. Müəyyən bir kəsr hissəsi olur. Digər literalımız isə string tipində olan literallardır. String tipində belə yazılır. C++ dilində string olaraq yazılır. Və burada qeyd edirik. Dırnaq içərisində ümumiyyətlə nə yazsaz, hamısı string tipinə döndürülür. Dırnaq içərisində yazılan bütün literallar olacaq sətir tipində. Məsəl üçün, mən yazıram bura salam. Görürsünüz, bu olur string tipində. Və yaxud yazıram ki, 54. Normalda 54 tam ədəddir. Integer tipindədir. Amma mən onu dırnağın içərisində yazsam, o artıq olacaq string tipində. Bunu unutmayın. Yaxud yazıram bura bool. Bool true. Yazıram bura, deməli, true. Normalda true məntiqi tipdir, yəni bool tipidir. Amma mən bunu dırnaq içərisində yazsam, bu artıq olacaq string. Nəyi dırnağın içərisinə salsam, o olur string, avtomatik olaraq. Və yaxud 6,1. Normalda nədir? Dırnaqsız floatdır. Amma dırnaq içərisinə salınanda avtomatik o string tipinə döndərilir. Başqa ağlınıza gələn hər hansı bir məsələ dırnaq içərisində olur string. Sonra digər bir məsələmiz isə char tipidir. C++-da xüsusən istifadə olunur. Python-da və s. başqa dillərdə yoxdur. İndi ola bilər köhnə dillərdə var və yaxud başqa Java dilində, Java-da səhv eləmirəmsə olmalıdır, JavaScript və Java-da. Səhv eləmirəmsə əgər, çünki çox o dillərlə maraqlanmamışam. Əslən Python və C++-la maraqlanıram. Python-da olmayacaq char deyə bir tip. Amma C++-da var. Char nədir? Char həmişə özündə bir dənə literal saxlaya bilir. Yəni bir dənə literal. Fikir verin, stringdə saxlanılan literal 5 hərflidir. Və yaxud floatda saxlanılan 100,3 görürsünüz, uzun bir qiymətdir, daha böyükdür. Amma charda isə həmişə bir dənə saxlanılır. Ölçüsü 1 olur bunun. Məsələn, bir dənə A hərfi. Bu olacaq char tipi. Və yaxud yazıram bir dənə C hərfi. Olacaq char tipi. Məsəl üçün yazıram bura olsun 3. 3 yazmayayım, indi belə integer kimi gedir. Yazın bura dırnaq içərisində 3. Dırnaq içərisində 3, bu olacaq artıq char tipi. Görürsünüz, bir dənə tək dəyər saxlayırsa, buna biz char tip deyirik. Deməli, bu literal tipi char olacaq. Sonra baxacağıq məntiqi tiplərə, yəni bula, bool literalına. Bool isə iki cürdür. True və bir də digəri false-dur. True nə deməkdir ingiliscə mənasında?
Doğru. Bəs false? Yanlış. Bəli, doğru və yalan olaraq adlandırılır. Məntiqi tipdə iki dənə bizim əsas hissəmiz var. Doğru və yalan. Bu doğru yalan bəs hardan gəlir? Ümumiyyətlə kompüterdə haqqında bəlkə araşdırmısınız. Hər hansısa informatika kitabında falan da rastınıza gələ bilər. Doğrunu elektrik siqnalının keçməyi doğrudur. Kompüter çünki ikilik say sistemindən ibarət. Bütün məlumatlar ikilik say sisteminə əsaslanır. Məsələn, biz normalda salam sözünü belə yazırıq, kompüter onun salam olduğunu anlamır. Bunun plan xətti var. Belə bir hissədə sizə anladım. Məsələn, adi bir məsələ deyək. Siz evdəsiniz, bu sizin mobil telefonunuzdur. Bu isə olsun hər hansısa bir başqa şəhərdə olan dostunuzun bir mobil telefonu və siz WhatsApp üzərində söhbət edirsiniz. Görüntülü ola bilər, səsli ola bilər və yaxud adi səs göndərirsiniz, mesaj yazıb göndərirsiniz. Fərqi yoxdur. İstənilən tipdə əlaqədəsizlər. Hamısında eyni prinsipdə, eyni məntiqdir. İndi təbii ki, biraz dərinliyində dəyişikliklər olacaq, amma məntiq olaraq bunlar eynidir. Məsələn, burada bir də adam təsviri çəkək. Özümdən belə çəkirəm. O olsun birinci şəxs, bu da olsun ikinci şəxs. Bu da olsun ikinci şəxs. Buna B deyək, buna deyək A nöqtəsi deyək. Məsələn, A nöqtəsində olan bu şəxsin telefonudur bu. Görürsünüz, bu telefonudur. B-nin də telefonu budur. İndi, deyək ki, hər hansısa bir mesaj yazıb göndərəcəksiniz dostunuza. Bizim danışdığımız, ümumiyyətlə insanların bir-birinə əlaqə saxladığı deyil, danışıq tərzi analog siqnallardır. Yəni, normal həyatda olan təbii siqnallardır ki, bir-birimizə o siqnallar vasitəsilə ötürmürük, məlumat ötürürük. Birimiz danışırıq, beynimiz onu emal edir, o insanın dediyini başa düşür, bilir ki, bu nə demək istəyir və ona uyğun da cavab verir. Analiz edirik beynimizdə və sonra öz dünya görüşümüzə görə, öz fikirlərimizə, düşüncə tərzimizə, o andakı hisslərimizə görə biz ona reaksiya veririk, cavab ötürürük. Baxın, bu mexanizmi telefonlara, kompüterlərə, hər hansısa rəqəmsal dünyaya daşımaq üçün bizdə müəyyən bir keçid lazımdır, proses lazımdır. Deməli, analog siqnallar bizim danışdığımız çevrilir birinci rəqəmsal siqnala. Analogdan rəqəmsala çevirmə olur. Buna ARK prosesi deyirlər. Yazırıq bura. ARK. Yəni analog rəqəmsal konverter mənasına gəlir. Konverter ingiliscə tərcüməsində çevirmək deməkdir. Konverter, yəni çevirmək mənasına gəlir. Bura qeyd edirəm. Biraz ölçüsünü az qoyaq. Neçə qoyaq? 12, 20 yaxşıdır. Sonra yerimiz getmir. Konverter çevirmək deməli, analog siqnalı çevirir rəqəmsal. Beləliklə, bizim orada yazacağımız hər bir salam sözü və yaxud deyəcəyimiz hər bir söz, hər bir hərəkətimiz, hamısı həmin o telefon tərəfindən rəqəmsal siqnal olaraq ötürülür. Analog rəqəmsala çevirəndə isə, bəs desəz, nə lazımdır bizə? Bu birbaşa göydən düşmə dəyişməyəcək. Məsəl üçün, giriş və çıxış qurğuları deyilən bir hissə var. Giriş qurğuları nədir? Bizim məlumatlarımızı kompüterə daxil edən. Giriş qurğuları yaza bilərik bura. Giriş qurğuları. Bunlar olacaq mikrofon, kamera. Ən çox istifadə olunan giriş qurğuları bu ikisidir. Mikrofondur, kamera. Ən çox. Sonra başqa giriş qurğularımız da var. İndi təbii ki var. Skaner var, digər giriş qurğuları var. Amma onları qeyd eləməyəcəm. Çünki biz hazır telefondan birinə mesaj göndəririk. O mənada. Bir də var çıxış qurğuları. Çıxış qurğuları, məsələn, siz necə həmin şəxsin mesajını görə bilərsiniz? Onu ekranda görə bilərsiniz. Yəni monitorla. Monitor vasitəsilə ekranda görə bilərsiniz. Sonra həmin şəxsin mesajını necə eşidə bilərsiniz? Məsələn, səsli mesaj göndəribsə sizə. Diktafon vasitəsilə eşidə bilərsiniz bunu. Yəni səs ucaldan. Səs ucaldanlar vasitəsilə. Səs ucaldan. Elə bu ikisini yazıram, hər ki kifayətdir. Deməli, bunlar da olacaq çıxış qurğuları. Giriş qurğuları, belə deyək, analog siqnalı rəqəmsala çevirir. Yəni, bizim başa düşdüyümüz dili kompüterin başa düşdüyü dilə çevirir. Sonra artıq kompüterin dilində olacaq bu. Birlər və sıfırlar olaraq kodlaşdırılacaq. Kompüterlər 1 və 0 ilə işləyir. Əsas mexanizmi sıfırlar və birlər.
Əgər elektrik keçirsə 1-dir, elektrik keçmirsə 0-dır. Bu mənaya gəlir. Məlumat varsa həmin hissədə 1-dir, yoxdursa 0-dır. Və bu birlərin, sıfırların birləşməsi də ümumiyyətlə kompüterin yaddaş tutumu var. Adi biz internetdə Play Store-a daxil olub bir oyun yükləyirsiniz, bir proqram yükləyirsiniz. Görürsünüz ki, orada yazılıb məsələn 64 MB. Bunu yükləsəz 64 MB-a bu yüklənəcək sizin telefonunuza. O yaddaş tutumu da bunlardan asılıdır. Ən kiçik yaddaş vahidi olacaq bit. Bitdən sonra gələcək byte, sonra daha sonra kilobayt, kilobaytdan sonra megabayt, sonra gigabayt, terabayt, bu formada gedir yaddaşlar. Və hər bir sıfır, hər bir bit isə kompüter yaddaşında bir bit yer tutacaq. Məsələn, bir dənə sıfır özü bir bitə bərabərdir, yaxud bir dənə 1 özü bir bitə bərabərdir. Bundan 8 dənə olsa, belə yazaq, 6, 7, 8. 8 dənə olsa olacaq 8 bit. 8 bitdə bərabərdir 1 bayt. Bunlar hesablanan bir əməliyyatlardır ki, buna uyğun olaraq hər bir faylın yaddaşını biz bilə bilirik. Eyni qayda internetdən bir nəsə yükləyirik özümüz üçün. Bir proqram ola bilər, hər hansısa bir vəsait ola bilər. Onu yükləyəndə də bizim internetimizin sürətinə görə o yavaş və yaxud daha sürətli yüklənir. Müəyyən bir vaxt gedir. Hətta daxil olursunuz bir yükləmə zamanı, bəlkə də görmüsünüz böyük ehtimal ki, yuxarıda yazılır bizə 2 dəqiqə içərisində yüklənəcək, yaxud 1 dəqiqə 30 saniyə içərisində yüklənəcək. Hətta orada ayarları düzgün qoysaq, bizə saniyəsinə qədər göstərə bilir ki, 1 dəqiqə 30 saniyə qaldı, 1 dəqiqə 29, 28. Elə vaxt olur ki, belə yazır. 1 dəqiqə 29 saniyə, sonra 1 dəqiqə 28 saniyə, birdən-birə vaxt artır. Olur 1 dəqiqə 36 saniyə. Çünki internetimizin sürəti o an aşağı düşür və bu da avtomatik hesablamaya görə zaman daha çox girəcək və zaman ona görə artır. Və dedik ki, analog siqnalı ötürdü rəqəmsala. Növbəti bu məsələdə qayıdaq. Analog siqnalı rəqəmsala ötürdü, artıq bir sıfırlar oldu. İndi rəqəmsaldan bu getməlidir rəqəmsala. Yəni sənin telefonundan getməlidir dostunun telefonuna. Dostunun telefonuna gedirmi? Baxın, oxranda göstərir. Getdi. Burada isə bir rabitə kanalı olur. Rabitə kanalları müxtəlif formada ola bilər. Simli, simsiz rabitə kanalı. Məsələn, simli hər hansısa bir belə deyək, bir kabel vasitəsilə ötürmə ola bilər. Koaksial, kabellərin də növləri var falan. Onları gələcəkdə siz araşdıraraq öyrənəcəksiniz müəyyən istiqamətlərdə. Müəyyən kabel vasitəsilə ötürülən, məsələn üçün mən bir HDMI kabeli qoşmuşam kompüterimə. Onu bir ucunu isə digər kompüterə qoşmuşam. Buradan faylı götürürəm, göndərirəm həmin o digər şəxsin kompüterinə. Görürsünüz, bu olacaq simli əlaqə, simli rabitə kanalı. Amma siz buradasınız, məsələn, Gəncədə bir insanla telefonla söhbət edirsiniz və yaxud Azərbaycanın başqa bir yerində. O zaman nə olur? Simsiz olur. Artıq burada internet xətti, provayderlara qoşulub ötürürsünüz. Ümumi olaraq buna deyəcək rabitə kanalı. Sonra rabitə kanalına ötürüldümü? Ondan sonra digər proses isə indi məlumat gəldi sizin dostunuzun telefonuna. Siz nə səs göndərmişsiniz, nə ötürmüşsünüz buradadır. Birinci siz analogdan rəqəmsala öz telefonunuza ötürürsünüz. Sonra telefondan telefona ötürüldü rabitə kanalı ilə. Daha sonra dostunuzun telefonunda artıq o məlumatdır. Siz bu məlumatı oxumaq istəyirsiniz. Bu məlumatı oxumaq və anlamaq üçün bu dəfə isə əksinə bir proses gedir. Rəqəmsaldan analoqa çevirmə olur. Rəqəmsal analog konverter prosesi olur. Yəni rəqəmsal informasiya, telefonunuzda olan informasiya sizin başa düşəcəyiniz analog informasiya çevrilir. Və beləliklə biz həmin prosesdə bilirik ki, həmin şəxs bizə nə demək istəyir, yaxud anında danışıqlar olur. Bunlar da hamısı protokollar və digər məsələlərlə ötürülür. Onlar lazım deyilsə, əsas olaraq ilkin bir anlayış olaraq bunu qeyd elədim ki, ortalama fikir müəyyənləşsin. Baxın, bu birlər, sıfırlar da elə buradan gəlir. Məsələn, biz dedik ki, salam sözü qeyd edirik. O ötürdü. Beləcə salam sözü hər hansısa bir yazacağınız mesaj rahatlıqla digər bir şəxsin telefonuna gedir. O isə onu oxuyur, anlayır, sonra sizə cavab yazır. Bu proseslər belədir. Həm də bunu qeyd elədim ki, maraqlı olsun sizə. Biləsiniz ki, adi bir həyatda
bir proqramlaşdırmanın nə kimi bir önəmi var? Bu proseslər rəqəmsal məsələlərdə necə icra olunur? Adi belə əzbərçi və yaxud nəzəri öyrənməyin bunun yeri yoxdur. Əsas məntiqini, mahiyyətini anlayasınız ki, onu real həyatda da həm biləsiniz ki, real həyatda, günümüz dünyamızda bunu biz necə istifadə edirik. Həm də gələcəkdə siz inşallah bu yöndə müəyyən işlər görəcəksiniz, layihələr görəcəksiniz, müəyyən yarışlara qatılacaqsınız. Belə öyrənəndə dərk edirsiniz və nəticədə gedib onu rahat formada, sadə formada da həll edə biləcəksiniz. Çünki bağlayacaqsınız, biləcəksiniz ki, bunun məsələsi, qaynağı, kökü buradan gəlir. Yəni, bunu niyə öyrənirsiniz? Mənasını bilib öyrənirsiniz. Biri var, kör-körənə ilə əzbərləmək, bu təbii ki, effektiv deyil. Müəyyən vaxtdan sonra insanın yadından çıxır. Və yaxud insan bir məsələyə məna qoymasa, düşünsə ki, mən C++-ı niyə öyrənirəm? Bunun mənə nə qatqısı olacaq? Belə düşünsəz, təbii ki, öyrənə bilməyəcəksiniz. Amma bu proqramlaşdırma dilini sizə mən göstərsəm ki, haralarda istifadə olunur, baxın, bu proqramı mən burada yaza bilərəm, belə effekti var, artıq bu sizin ömür boyu yadınızda qalacaq. Plus da bunun üzərində işləyib daha da mükəmməl vəziyyət almaq olar. Və dedik ki, true olanda informasiya var. İnformasiya varsa bir deməkdir, yəni informasiya keçir mənasına gəlir. Yox, false-dursa, false da yalan deməkdir. Yəni yoxluq bildirir də, sıfır yoxluq bildirir. Bir isə varlığın əlamətidir. Dəyişənlər və literallar, sabitlər haqqında belə demək olar ki. Növbəti məsələmizə keçid edək. Ümumiyyətlə C++-da baxın, bayaqdan mən belə 2 dənə drop işarəsi qoyuram. Bunlara drop deyirlər. Sağa yatmış formada droplardan istifadə edir. Biz proqramlara müəyyən bir şərhlər qoyuruq. Məsəl üçün, mən böyük bir proqram yazmışam. Təsəvvür edin ki, bu proqramdır. Birazdan yazacağım təbii ki. Hələ ki, elə-belə işarə edirəm. Bu proqramı yazdım belə. Bu proqramı nəsə izah eləmək istəyirəm ki, bu yazdığım hissə nə bildirir mənə? Mənası nədir? Bunu izah eləmək üçün belə adi bu şəkildə yazsam, run eləyəndə error verəcək. Çünki proqramı mən artıq yazı yazıram. Bu GC yazdığım isə artıq yazıdır. Bəs bunu adi formada necə eləyim ki, proqramma da maneə olmasın? Həm də gələn dəfə mən açıb proqrama baxanda bilim ki, hə, bu sətr buna görə istifadə olunur. Mən bunu buna görə yazmışam. Onun üçün 2 dənə belə dropda qoya bilərik. Gördünüz, artıq bir sarı rəng aldı. Bu sarı rəng vasitəsilə siz biləcəksiniz ki, bu proqramınızda heç bir problem yaratmayacaq. Məsəl üçün, mən buraya yazıram ki, proqram ədədləri toplayır. Belə yazanda artıq run eləyəndə o mənə problem yaratmayacaq. Bir dənə də şərh qoymaq üçün bizim bir istiqamətimiz var. Təsəvvür edin ki, bu dəfə çox yazmışsınız. Elə ki, uzundur, gəldi buranı da keçdi. Düşdü aşağı, aşağıda da yer tutdu. Yenə uzundur, düşdü aşağı. Görürsünüz? Belə olanda isə hər dəfə gedib 2 dənə drop qoymaq insanı yorur. Həm də gözə yaxşı görsənmir. Belə yazmaq o qədər də yaxşı deyil. Droplar sadəcə bir dənə sətri tutur. Drop ikinci sətri tuta bilmir. Fikir verin. İkinci sətri tutarmır droplar. Birinci sətri tutdu, bu drop. Ümumi bu sətri tutdu. Amma aşağıdakılar tuta bilmədi. Bunun üçün isə biz qoşa deməyik, hələ 3 tərəfli dırnaqdan istifadə edə bilərik. 1, 2, 3. Fikir verin, 3 dənəsini bura qoydum. Hara qədər bağlamaq istəyirəm? 3 dənə də ora qoydum. Artıq verilmiş bütün hissə nə olacaq? Şərh olaraq qalacaq. Bu bizim proqramımızın gedişatında heç bir problem, maneə yaratmayacaq. Bu da bu şəkildə indi birazdan yazacağımız proqramlarda istifadə edəcək. Keçid edək indi növbəti məsələyə. Baxaq, dəyişənlər, literallar, digər tərəfləri dedik. Növbəti hissə. Sinsiyadan danışmamışdan qabaq mən sizə identifikator məsələsini izah etmək istəyirəm. Nədir identifikator? İdentifikator isə müəyyən tiplərdir. Müəyyən tiplər olacaq. İdentifikator nədir? Dəyişənin ya da funksiyanın müəyyən bir adıdır. Müxtəlif identifikatorlar var. Misal üçün, integer dedik, float dedik, siyahıları düzəltmək üçün list yaza bilərəm, list identifikatoru var. Vektor yaratmaq üçün vektor identifikatoru var. Çoxluq yaratmaq üçün set adlı identifikator var. Set yazmaq lazımdır. Bunları deyirik ümumi olaraq identifikator.
Yadınızda saxlayın. Gələcəkdə dərslərimi keçərək də hər birinə ayrı-ayrı baxacağıq. İndi baxaq ümumi olaraq C++-da giriş və çıxışlara. C++-da biz nəsə terminalda daxil eləmək istəyirsə C-dən istifadə edirik. Həmin nəticə ekranda verilsin deyə siyahıdan istifadə edirik. Yazaq bura. Ümumiyyətlə C++ Python-dan fərqli olaraq xüsusi yazılış üsulları təqdim eləməli lazımdır. Yazırıq #include iStream. Bununla yəni ki, nədir? #include iStream o deməkdir ki, yəni mən sin və siyahut verəcəm. Proqramı onu deyirəm. Mən sindən və siyahutdan istifadə edəcəm. Bunun üçün iStream kitabxanası çağırılır. Sonra using namespace std nöqtə vergül. Using namespace std isə proqram olduğunu çağırır. Yəni mən indi proqram yazıram. Çünki ümumi olaraq bunu qeyd edirik. Using namespace std yəni nəyi yazacağımsa proqram daxilində onu göstərir. Digər hissə isə int main olacaq. Int maindən sonra belə bir mötərizə qoyulur və sonra isə bu şəkildə bədəli mötərizədən istifadə olunur. Int main isə hansı hissədə proqram yazacağım onu göstərir. Int main-də yazmadığım hissə isə əsasən belə deyək, mən yazsaydım bura int, məsələn, ədədlər, x falan bu şəkildə bu funksiyadır. Buna bir gələcək dərslərimizdə alt proqram mövzusunu keçsək inşallah orada daha yaxşı izah edəcəm. Bura proqramdır, int main-in aşağısında yazdığım hissə. Bura isə olacaq funksiya. İndi hələ ki funksiya məsələlərindən baxmayaq, tezdir o. Yazaq int main. Int main-də birinci növbədə mən nə yazmaq istəyirəm? Məsələn, hər hansısa bir istifadəçi yaş əlavə eləmək istəyirəm. İstifadəçinin yaşını daxil edeyim. Sonra yazsın ki, yaşımı yazım daha doğrusu. Yazım ki, yaşım neçədir? Sonra mənə yazsın ki, sənin yaşın bu qədərdir. Belə bir yazı yazım. C++ dilində hər hansısa bir dəyişən yaratmazdan qabaq biz bayaq dəyişənlərdən danışdıq. İstədiyim dəyişən adı verə bilərəm. A, B, C, yaş, salam, nə bilim, cəm, ədəd, istənilən bir məsələ verə bilərəm. Dəyişənin adını özüm tənzimləyirəm. Ondan qabaq həmin dəyişənin tipini müəyyənləşdirməliyəm. Mütləq qarşısına integer, float, string, char, bool hansı tipdə belə deyək, literal qəbul edəcəksə, dəyər qəbul edəcəksə, onun mən mütləq tipini qarşısında göstərməliyəm. İndi yaş daxil edəcəm. Kiminsə yaşı əsasən tam qiymət olur. Məsələn, 15 yaş, 25 yaş, 35 yaş, bunların hamısı tam qiymətdir. Deyə bilmərəm axı, mənim məsəl üçün 10.5 yaşım var. Belə bir söz demək olmaz axı. 10.5 yaş yoxdur, yaxud 10.6 yaş. Deyə bilərəm ki, 10 yaşım var, yəni tam qiymət. Onun üçün integer əlavə edirəm. Və bir dənə dəyişən yaradım. Adı olsun yaş. Yaş dəyişəni. Mütləq hər sonda, hər sətrin sonunda nöqtə vergülləri qoyun. Bağladınız artıq nöqtə vergülü qoyun. Nöqtə vergüllər olmasa C++-da errordur. Və bir növ xəta alacaqsınız. Integer yaş. Sonra deyərik ki, növbəti addımda indi istifadəçinin yaşını daxilləmək istəyirəm. Sin, əgər terminalda yaşını daxil edəcəmsə, sin, böyükdür işarələri, 2 dənə böyükdür işarəsi, hara ötürəcəm, nəyə daxil edəcəm? Yaşa. Yazıram ki, yaş dəyişəni, nöqtə vergül, düşdü yaşa. Sonra növbəti məsələ. Misal üçün, burada siyahut eləsin, mən yaşımı daxil edeyim. Yaşımı daxil edəndən sonra ekranda cavab versin ki, dırnaq içərisində sənin yaşın 2 nöqtə, buranı bağlayaq, yenə dırnaqdır, sətirlərlə mütləq dəyişənlər fərqli hissələrdə yazılır, bunu unutmayın. Sənin yaşın 2 nöqtə, yaş, nöqtə vergül, belə bir hissə yazsın. Və proqramın həmişə bitirməsi üçün return 0 qoymaq lazımdır. Proqramın bitdiyini göstərir. Return 0 nöqtə vergül əlavə edirik bu şəkildə. Run edək proqramımızı.
Görürsünüz error var. İndi baxırıq errorlarımızı. Niyə error verdi? Errorların olmağı normaldır. Çünki orada bilərəkdən müəyyən hissələri buraxmışam. Görürsünüz dırnaqlar. Dırnaqlar. 68, 48, 131. Bir dəqiqə burada bizim. Əlavə yerlərimiz açıldı mı? Bunlar silək. Run eləyək. Hazırdır. O dırnaqları oradan silmək lazım. Təbii ki. Normal harda yer tutub. İndi mən yaş daxil edirəm. Məsəl üçün, yaşım neçədir? Yazdım, məsələn 12 yazıram. Elə belə. Nə deyəcək mənə? Sənin yaşın 2.12. Gördüyünüz kimi çapa verdi ki, sənin yaşın 12. Yaş dəyişəni integer tipində ötürdüm. Sin yaş dedim. Belə işte deyəcək bizə sənin yaşın 12. Bu formada verdi. Sonra məsəl üçün deyək ki, başqa bir yazı yazsın. Demək, görürsünüz, adi 12 yazdı. Run eləyən kimi mənə boş ekran verir. Birbaşa məndən ədəd istəyir. Məsələn, mən buraya yazsam 23, birbaşa mənə ədəd istədi, sonra yazdı, sənin yaşın 23. Bəs belə yazmaq istəsək, məsəl üçün, yaşınızı daxil edin. Yazsın, buraya yaşınızı daxil edin, mən sonra yaşımı yazım. Onda nə edəyərik? Sindən qabaq bir dənə siyah qoyarıq, yəni ekranda çapa ver, yenə kiçik işarələri 2 dənə boşa çəkildi. Yazıram ki, yaşınızı daxil edin, bərabərdir. Və burada nöqtə vergül. İndi run eləyəndə, baxın uşaqlar, bu dəfə belə bir yazı yazdı. Yaşınızı daxil edin, bərabərdir. Məndən yaşımı daxil etməyim üçün bir xatırlatma verdi, bir dənə işarə verdi. Mən başa düşdüm ki, bura deməli yaşımı daxil etmək üçün yazmalıyım. Yazdım buraya məsələn 22. Enter, sənin yaşın 22 olaraq bizim üçün göstər. Gördüyünüz kimi bu formada biz sin və siyah dolu istifadə edə bilərik. İndi fərqli tiplər də yazaq. Fərqli üsullarla da yazaq. Buranı bağlayaq. Dedik ki, müəyyən sətirləri bağlamaq üçün biz baxın bu işarədən istifadə edə bilərik. Əslən bu işarədən istifadə edin. Dırnaqlar bura uyğun deyil. Dırnaqları yazmayın. Dırnaqlar əslən Python-a uyğundur. Ümumi sətirləri bağlamaq üçün drop ulduz dropdan yazırsınız. Görürsünüz, bu artıq şərh formasında oldu. Mən bunu açıq saxlamaq istəmirəmsə, drop ulduz dropla göstərməliyim. Növbəti yazaq uşaqlar bura. Belə deyək. Məsəl üçün, Sinsiatda başqa bir tip proqram yazaq. Yenə qeyd edəcək hashtag include iStream. Yazaq using namespace std. Sadə bir proqram yazaq. Məsəl üçün nə qeyd edək? 2 dənə ədədi verək. Bu hər 2 ədədi toplasın. Gəlin belə edək. Məndən 2 dənə ədədi istəsin, hər 2 dənə ədədi toplasın. 2 dənə ədədi belə də yazmaq olar. Misal üçün, biri x ədədi olsun, nöqtə vergül. Integer biri də y ədədi olsun, nöqtə vergül. Amma belə yazmayın. Əgər eyni sətirdə adlandıracaqsınızsa, integer x vergül y, nöqtə vergül. Belə yazsaq, x də integer tipində olur, y də integer tipində olur. Beləliklə, mən bunları toplayacağım. Və nə eləsin növbəti etapda? Bu 2 ədədi toplasın. Yaxud ekranda çapa versin ki, x plus y. X ilə y toplayıb çapa versin. Ən sonunda da return 0. Yəni proqram burada da yekunlaşsın. Run eləyək. Deməli, biraz şey verməliyik. Sin verməliyik. Sin 4-də, yəni ədədlər də verək. Sin y. Belə də edə bilərsiniz. Ədədləri verək. İndi deyək ki, bura 45, mənim birinci ədədim. Enter. İkinci ədədim olsun 21. Enter. Baxın, topladı. 45 ilə 21-i topladı, mənə verdi 66. Diqqətlə baxın. Burada integer x deyəndə, bir də integer y. 2 dənə ayrı
dəyişənin tipini müəyyənləşdirdim. Yəni dediyim ki, bunların literalları. Literal nədir? Dəyişənə ötürəcəyim dəyərlərdir. Məsələn, 10, 20, 30, salam, A, B, C, true, false hamısı literaldır bunların. Onların tiplərindən söhbət gedir. Literal onların tipidir. Integer, float, string, char, bool bu şəkildə. X, Y-ləri ötürdüm. Və sonra deyirəm ki, mən bunlara qiymətləri terminalda vermək istəyirəm. 45, 21, 66 burada. Yazıram ki, integer x vergül y nöqtə vergül sin x, y. Birinci x-in qiymətini daxilə. Sonra enter ilə düş y-in qiymətini daxilə. Fikir verin. Birinci deyəcəm x-in qiymətini daxilə. Məsələn 32. Enter. Sonra mən y-in qiymətini daxil edəcəm. Məsələn 56. Enter. Ən sonda siyahut çapa ver. X plus y. X-in qiyməti ilə y-in qiymətini topla. Və cavabı da çapa ver. Verdi ki, bizim 88-dir. Bir də belə də yazarıq. 34 boşluq, məsəl üçün 56. 34 boşluq 56. İstəsəz enter eləyib altına da yaza bilərsiniz. Yaxud boşluq buraxıb da yazmaq olar. Bu dəfə də 34 ilə 56-nın qiymətlərini topladı və bizə dedi ki, cavab 90-a bərabərdir. Gördüyünüz kimi belə də hesablaya bilir. X-in və Y-in ayrıca qiymətləri. Sonra burada tipləri dəyişə də bilərik. Float tipi də eləyə bilərik. Məsələn, mənim kəsr qiymətlərlə toplasın. Bu dəfə necə eləyək? Deyək ki, 51,1 51,1 ilə 90-ı toplasın. Enter. Cavab olacaq 141,1. Baxın, siz əgər integer tipdə yazıb da x ilə y-in qiymətini integer yazıb float ədədləri versə, bu artıq errordur, yadınızdan çıxartmayın. Integerdir bunun qiyməti. Amma mən deyirəm ki, 12,1 enter. Görürsünüz, burada artıq problem yarandı. Proqram mənim növbəti hissəni heç demədi. 12,1 boşluq 7,8. Görürsünüz, bu artıq problemdir. Proqramımız bunu düzgün şəkildə icra eləmədi. Bu xətadır. Çünki niyə? Bu integer qiyməti istəyir. Mən bura gedib kəsr qiymətdə 12,1 verə bilmərəm. Bunu unutmayın. Növbəti məsələyə bax. Məsələn, bura biz sətirlər verə bilərik, stringlər verə bilərik. O zaman 2 dənə string götürəcək. Misal üçün çapa versin, toplamasın ədədləri. Belə yazsın. Ədədləri toplamaq əvəzinə siyah desin ki, x, y. X-in qiyməti hətta y içilək x qalsın. Adımızı yazaq və belə bir yazı yazılsın. Mənim adım bu şəkildə dil işarəli x-dir. Burada da bir dənə dil yazaq. X-dir. İndi adımızı nə yazsaq, x-in yerinə 50 yazsaq, deyəcək mənim adım, birinci tapa bunu verəcək, mənim adım, sonra x-in yerində 50 idi. 50, mənim adım 50, sonra dili də birləşdirir, olacaq mənim adım 50-dir şəklində. Run eləyək. Burada mütləq belə verəndə mənim adımdır kimi verəcək. X-i oxumayacaq. Niyə uşaqlar? Çünki mən sin verməmişəm. Sini verək ki, x. Yəni, mən x-ə dəyər verəcəm terminalda. Buna görə adlandırdım. Sin terminal pəncərəsində istifadəçi hər hansısa bir dəyər verir. 50 yazsam bura. Enter. Mənim adım 50-dir. Amma fikir verin. Yazılış üstünü görürsünüzmü? Səliqəsiz oldu. Mən adım 50-dir. Mən adım 50-dir və adımla da 50 sözləri bitişik yazıldı. Bunu düzəldək. Necə eləyək ki, səliqəli olsun? Mənim adım 50-dir. Mənim adımdan sonra belə bir boşluq buraxa bilərsiniz. Mənim adım boşluq, sonra 50, birdən də əvvəl bir dənə də boşluq buraxa bilərsiniz. İndi run eləyəndə 50 yazanda mənim adım 50-dir. Daha səliqəli, daha yaxşı formatda bizim üçün ekranda çapa verdi. Beləliklə bu şəkildə stringləri biz ötürə bilərik. Bura qədər kimin nə sualı var? Xeyr, mənim sualım yoxdur.
Demək, indi belə yazaq. Hashtag include iStream using namespace std int main bəzəkli mötərizə return 0 gələ yuxarı. İndi deyək ki, biz heç qiymətləri